Bu tip evlərdə müştərilərimizin ən çox qorxduğu isə, yəni belə bir dam verildiyi zaman onların qorxduğu isə səs və su keçirmədir. Bunun üçün ilk öncə çornakat qatı deyirik. Yəni strapilalarımız atıldıqdan sonra üst təbəqə heç bir boşluq saxlanılmalıdır. Çornakat qatı tam sıxlıqla taxtalar, yəni bir-birinə sıx vurulmalıdır və çornakat qatının üzəri izolyasiya olunmalıdır. Yəni bizim ora profnasli və yaxud çerpitsə vursaq, onun alt hissəsi 100%, yəni izolyasiya olunmalıdır və bu arada qalan boşluğumuz, yəni bu hal-hazırda burada apşifkadan istifadə edilmişik. Apşifka ilə çornakatın arasında qalan boşluğumuzda da daş yunundan istifadə edilmişik. Amma daş yununun da bir çox belə deyək, növləri mövcuddur. Mənim istifadə etdiyim ən çox daş yunu, yəni bir üzü falqalı. O daha çox, yəni praktikada da istifadə etdiyim üçün o mənim işimə daha çox belə deyək, keyfiyyət verib, daha çox keyfiyyətini görmüşük. Elə bu evlərimiz də şükür Allaha ki, yəni özüm gəlmirdim bu evə. 2 gündən sonra çəkilişini eləyəcəkdi. Sınaq prosesində idi, belə deyək. İnşallah alan insanlar da narazı qalmazlar.